Salam dəyərli izləyicilər. Mən Murad Bəndəliyev. Uğur IT Akademiyada sistem inzibatçılığı üzrə təlimçiyəm. Bu dərsimizdə Windows serverin Core versiyasının quraşdırılması ilə yanaşı, həmçinin Core və quyu buraxılışlarının fərqlərini, eləcə də standart və data center versiyaları arasındakı əsas məqamların müqayisələrinə də nəzər salacaq. Gəlin vaxt itirmədən dərsimizə başlayaq. İlk növbədə Oracle VMware proqramını açırıq. Və bu proqram açıldıqdan sonra burada New düyməsinə klikləyib yeni bir virtual server yaradırıq. Virtual maşın yaradırıq. New. Daha sonra VM name və maşınımıza bir ad veririk. Windows Server 2016 Core. Virtual maşının folderunu yenidən seçirik. Biz keçən dərsimizdə hara əlavə eləmişdik? Gördüyünüz kimi. User VirtualBox VMs. Burada yeni bir qovluq yaradırıq. Windows Select folder eləyib VM folderını seçirik. ISO-imizi indi əlavə eləməyəcəm. OS Edition-a da ehtiyac yoxdur. Sadəcə olaraq bir dənə virtual diskimizi seçirik. Burada 25 GB verməyimiz kifayət eləyər, yaxud da 20 də verə bilərsiniz, əgər yeriniz məhdudursa. Hard disk fayl tipi və formatı olduğu kimi qalsın video olaraq. Specific virtual hardware nə olacaq? Burada base memory, yəni bizim RAM-ımız nə qədərdirsə, ona uyğun olaraq burada RAM təyin edirik. Biz RAM-ımızı keçən dərsdə də göstərmişdim, indi də bir daha göstərirəm. Taskbar hissəsində Windows R komanda sətrinə daxil oluruq və bura bu komandanı yazırıq. DXT yəni. Enter vurduq və açılan pəncərə gözləyirik. Açılan pəncərədə bizim memory, yəni RAM-ımızın 16 GB olduğunu gördük. Tək buna uyğun olaraq vermirik biz RAM-ımızı base memory olaraq. Daha sonra gəlirik taskbar hissəsində sağ knopkanı vurub, mouse'un sağ knopkasına Task Manager-a daxil oluruq. Və Task Manager-da hal-hazırda istifadə olunan RAM-ın həcminə baxmalıyıq. Burada performans hissəsinə daxil oluruq. Memory hissəsində 16 GB RAM-ımızın olduğunu göstərir və hal-hazırda 6 GB onda 6, yəni təxminən 7 GB-ın istifadə olunduğunu görürük. Buna uyğun olaraq biz RAM-ımızı təyin edirik ki, 16 GB-dan 7 RAM-ı çıxsaq, hal-hazırda bizim aktiv şəkildə 9 GB RAM-ımız var. Yəni ona uyğun olaraq vermək lazımdır. Yəni sırf 16 GB RAM deyib 16-sını da vermək, yaxud da 4-ünü də vermək düzgün deyil. Yəni bizim burada aktiv şəkildə virtual serverlərimiz yoxdur, arxa planda işləyən bir proqramlarımız ola bilər ki, biz burada hal-hazırda aktiv şəkildə 13-14 GB RAM-ın istifadəsini görə bilərik. Yəni ona uyğun olaraq RAM-ı təyin etmək lazımdır. Burada bizim 9 GB, yəni kifayət qədər RAM-ımız olduğunu nəzərə alaraqdan biz burada 2048 MB, yəni 2 GB RAM-ı rahat şəkildə verə bilərik. Number of CPUs. Bu nəyə görə hesablanır? Yəni burada da sağ knopkanı vururuq, Task Manager-a daxil oluruq. Qısa yol olaraq əgər bunu eləmək çətindirsə, Left Control, Shift, Escape düymələr kombinasiyasına bastığımızda avtomatik olaraq yenidən bu səhifə açılır. Ctrl Shift Esc. Gördüyünüz kimi açıldı. Performans hissəsinə daxil oluruq. Yenidən CPU hissəsinə gəlirik. Baxın, gördüyünüz kimi hal-hazırda mənim 2 korum var bir soketdə. 4 dənə də məntiqi olaraq nüvəm var hal-hazırda. Yəni logical prosessorum. Və hal-hazırda mən buna aktiv şəkildə istifadə olunan bir şey olmadığını nəzərə alaraqdan burada 2 yaxud
1 verməyimiz belə logikal olaraq kifayət eləyir. Həmçinin buradan da baxa bilərik ki, maksimum 4 dənə verə bilərik. Zaten bu qiymətləri qaldırdığımızda 5-cidən gəlmədiyini görürük. Bir kor verdik və finish düyməsinə klikləyirik. Daha sonra Windows Server 2016 Core serverin bura düşdüyünü gördük. Üzərində sağ knopkanı vurub Settings yaxud da ki buradan Settings'ə basırıq və səhifə açılır. Burada aşağıya gəlirik və network hissəsini Bridget adapter eləməliyik ki bizim fiziki şəbəkəmizdən avtomatik olaraq təyin eləsin. Fiziki şəbəkə kartımızı, yəni NIC, Network Interface kartımızı təyin eləsin və həm bizim öz hostumuz, yəni öz kompüterimiz və virtual serverimiz, yəni Windows Server 2016 Core-un bir-birləri ilə əlaqə saxlaması üçün, bir-birləri ilə ping bağlantının olub-olmamasını yoxlayanda uğurlu nəticənin alınması üçün mütləq şəkildə Bridget adapter olaraq təyin olunmalıdır. Bizim network interface kartımız hansıdır? Necə baxa bilərik? Taskbar yaxud da desktop hissəsində ekranında Windows R düymələr kombinasiyasına bastığımızda run komanda sətri açılır. Burada nspa sepal komandasını yazırıq və enter düymələr kombinasiyası bu düyməsinə basırıq. Deməli, açılan pəncərədə burada birdən çox NIC kartının olduğunu görürük. Misal üçün, bu mənim virtual boxumun host only olaraq təyin elədiyim bir NIC kartıdır. Bunlar mənim VPN-lərimdir, filandır. Yaxud bu Bluetooth, yəni PAN şəbəkəmdir, Personal Area Network. Bu VMnet, VMware Workstation'ı da aktiv şəkildə istifadə edirəm deyənə oradan verdiyi şeylərdir, NIC kartlarıdır. Və əlavə olaraq da Wi-Fi. Yəni mən hal-hazırda Wi-Fi şəbəkəsi ilə, yəni simsiz şəbəkə ilə internetə bağlanmışam. Və AC 95-60-160 MHz olaraq gördüyünüz kimi AC 95-60-160 MHz öz avtomatik olaraq təyin elədi. Orada çıxan hər şey burada da eyni ilə siyahlanır. Və adapter tip bölməsində də olduğu kimi qalır. MAC adresdə bunu da keçən dərsimizdə izah elədim ki, bu bizə virtual network interface kart verdiyinə görə biz buradakı MAC adresini avtomatik olaraq sistem tərəfindən təyin olunmuş bir MAC, yəni Media Access Control, yəni fiziki bir adreslə 12 digital nömrə ilə nömrələnmiş formada bizə təyin olunur. Buradan yeniləyib başqa bir nömrələr də götürə bilərik istədiyimiz qədər. Biraz aşağı düşürüb, biraz buranı da təyin elədikdən sonra mütləq şəkildə Enable Network Adapter bu elədiyimiz konfiqurasiyaların da düşməsi üçün mütləq bu açıq olmalıdır. Yəni zaten bura bağlı olduğunda heç istifadə də olunmayacaq. Basmaq mümkün deyil üzərinə və aktiv şəkildə qalmalıdır. Biraz aşağı gəlirik və burada storage hissəsinə daxil oluruq və gördüyümüz kimi Windows Server Core VDI bizim virtual hard diskimiz, yəni Windows Server 2016 Core-un elə bir ki VDI, yəni virtual hard diski burada yerləşir. Bu empty hissəsinə gəlirik və buradan plus düyməsinə basırıq. Add attachment. O plus disk üzərində plus olan optical drive-ı klikləyirik və çıxan ekranda bizim öz imicimizi seçirik. Mən keçən dəfədən imici bura atmışdım deyənə avtomatik olaraq gəlib bura düşdü. Yəni buradan siz yenidən sıfırdan eləmək istəsəniz add hissəsinə daxil olun və buradan uyğun imicimizi seçirik. Uyğun imicimiz də budur. Windows Server 2016 Data Center. Üzərinə basaq. İndi bassam ikinci dəfə gəlib düşəcək. Ona görə artıq bura gəlib düşüb. Onun üçün bunu seçirəm. Üzərinə bastım. Choose eləyirəm. Və gəldi bura düşdü. Bu emptini sildirəm. Sadəcə bir dənə diskim qalsın.
OK vurdum və konfiqurasiyalarımız bu qədər hazırda. İndi girib Windows Server 2016-nın Core versiyasını yükləyəcək. Üzərinə sağ knopkanı vurub Start eləyirik. Start with GUI. Yaxud da ki, buradan da start verməyimiz mümkündür. Gəlin buradan verək. Açılmasını gözləyirik. Və gördüyünüz kimi açılmağa sürədir. Loading faylların yüklənməsini gözləyirik. Bu bəzən bir neçə dəqiqə və zaman ala bilir. Burada da panellər çıxır. Burada Notification Center bağlamamız üçün istifadə olunan düymədir. Bastığımız anda bağlanacaq. Gəldik Windows Server 2016 ekranı. Burada Language, Time and Currency, Format və Keyboard or Input metodları seçirik. Bu klaviaturanın dilidir. Zaman və valyuta dəyərlərinin formatıdır. Bunu da keçən dərsimizdə hamısını izah eləmişəm. Bu versiyasının dilidir. Yəni mən ingilis versiyasını ISO olaraq rəsmi saytdan yüklədiyim üçün sadəcə bura ingilis düşür. Multi versiyasını yüksəlsəydim, birdən çox dillər orada avtomatik olaraq gələcəkdi. Next olaraq irəliləyirik. Install Now düyməsinə basırıq və açılmasını gözləyirik. Deməli, açılan ekranda Select the Operation System you want to install. Hansı versiyası yükləmək istəyirsinizsə, onu seçirsiniz. Burada 4 dənə versiyanı görürsünüz. Keçən dərsdə biz yadınıza düşərsə, yəni Windows Server 2016 standart evaluation, yəni desktop experience, yəni GUI variantına arxitektur olaraq x64 bit dəyərində biz yüklədik. GUI versiya ümumiyyətlə Windows Server 2 formada quraşdırılır. GUI və Core olaraq. GUI qrafik interfeysli, yəni tam desktop versiyasıdır. İstifadəsi rahatdır, vizual idarə etmə imkanı verir. Yeni başlayanlar və kiçik mühitlər üçün ümumiyyətlə belə istifadə olunur. Yəni kiçik şirkətlərdə də, yəni bir sözlə. Bir də PowerShell bilikləri biraz az olan, yəni yeni başlayanlar deyək, insanlar üçün GUI variantı daha əlverişlidir. Core versiyası isə qrafik interfeysi yoxdur. Yalnız komanda sətri ilə işləyir. Minimal buraxılış sayılır, yəni. Daha az resurs istifadə edir, daha təhlükəsizdir və böyük müəssisələrdə xüsusilə domain controller, DNS, DHCP, server olaraq Hyper-V kimi rollar üçün stabil işləyir, yəni. Təhlükəsizliyi üst düzeydədir, yəni GUI versiyasına nisbətdə. GUI versiyasının hücum olunma, yəni səthləri çoxdur da, yəni onun təhlükəsizliyini təmin etmək biraz çətin olur. Amma Core versiyasının təhlükəsizliyi tam şəkildə, yəni 90%, 80%, yəni yaxşı şəkildə, yəni təhlükəsizliyi var, yəni. Və burada biz ümumiyyətlə böyük şirkətlərdə Core versiyasından istifadə olunur. Məsəl üçün deyək tutalım bir şirkətdir, siz oraya götürüb server resurslarımız например, çəkirəm sizin üçün, misal üçün 64 GB RAM-ınız var, yaxud 32 GB deyək. Orası 4 GB RAM-dan 8 dənə GUI əlavə edə bilərsiniz. 8 dənə GUI əlavə elədiyinizdə artıq bu 32 GB RAM təmiz olaraq, VM olaraq, yəni resurslar təmiz dolur. Yəni artıq donmalara başlayır. Bundan serverdən RAM gedir, resurs olaraq HDD gedir, yəni SSD olaraq, əlavə CPU-nun korları, yəni logic korlar gedir. Yəni daha çox resurs tələb elədiyinə görə GUI versiyası çox əlverişli bizim üçün sayılmır, yəni. Varsa üstünlüyü daha rahat idarə eləmək istəyirsinizsə, o ayrı məsələ, yəni. Yəni deyirsiniz ki, mənim də yüzlərlə serverim var, həm mən bunları ayıra bilərəm bura. Bəli, problem yoxdur, eləyə bilərsiniz. Yox, əgər ki deyirsiniz ki, mənim resurslarım azdır və mən bu resursları idarəli şəkildə əlavə etmək istəyirəmsə,
Onda artıq core versiyadan istifadə edirik. Sizin core versiyanız biri misal üçün DHCP serveri ola bilər, biri Active Directory ola bilər, biri file serveri ola bilər. Dördüncüsünü də GUI olaraq əlavə edirsiniz. Qalan 3 dənəsinə core olaraq əlavə edirsiniz və server managerdan bu 3 dənəsini idarə edirsiniz. GUI Desktop Experience variantının GUI versiyasının, yəni qalan 3 dənə core-u idarə edə bilirsiniz. Core versiyasının çatışmazlıqları nədən ibarətdir? Yəni RDP ilə bağlantı butonu var, əlavə edirsiniz, yəni düzəldə bilirsiniz. Amma qoşulsanız belə, yəni yenə də komanda sətrin, yəni PowerShell-la idarə olunacaq, yəni remote management olaraq. Və CMD ekranından istifadə olunur, yəni terminaldan. Yalnız burada siz konfigurasiyaları edirsiniz, və üst düzey şəkildə PowerShell və CMD bilikləri tələb edir, yəni komandalarla, yəni skriptlərlə filan normal şəkildə idarə olunacaq səviyyədə işləməlisiniz, işləməyə bacarmalısınız. Ancaq GUI versiyasında elə deyil, yəni GUI versiyasında minimal sistem bilikləriniz olsa belə, yenə də baxa-baxa hardansa nəysə tapa-tapa eləyə bilərsiniz, yəni. Ən azından düymələri göstərir orada, siz nəyə basdığınızı görürsünüz. Amma orada sadəcə siz öz beyin təxəllülünüzə qalmış bir şeydir, yəni. Skript bilikləriniz, skript yazma bacarıqlarınız üst səviyyədə olmalıdır. Şirkət rəhbəridir. Yenə də naprimər olaraq bunu çəkim ki, şirkət rəhbəridir. Sizdən tələb eləyir ki, Active Directory-ni əlavə eləməsiniz. Server qaldırım. Serveri installation eləyib, promote eləyərək Active Directory səviyyəsinə qaldırarsınız. Daha sonra DHCP roluna, ikinci serverinizi DHCP roluna qaldırırsınız. Üçüncü serverinizi file server roluna qaldırırsınız. Dördüncü serverdə GUI sadəcə olaraq, yəni prosta server management olaraq idarə olunacaq şəkildə konfigurasiya eləyirsiniz və qalan 3 dənə serveri ora əlavə edib uzaqdan idarə eləyirsiniz. Siz dördünə də hərəsinə 8 GB RAM-dan əlavə eləyib, 8 GB RAM ayırıb, hərəsinə 4 dənə core-dan yaxud 3 dənə core-dan logical olaraq verdiyiniz anda sizin artıq resurslarınız təmiz tükənmiş şəkildə olur və serverdə ciddi şəkildə donmalar baş verir. Bunun qarşısını almaq üçün və təhlükəsizliyi üst düzeydə saxlamağınız üçün mütləq şəkildə server management rolunda olan serverinizi GUI olaraq təyin edirsiniz. Ona yüksək RAM verin, 8 GB RAM verin. Qalanlarını 3 GB RAM-dan, 2 GB RAM-dan core olaraq yükləyin və belə istifadəyə yararlılığını təmin edin və qalan hamısını server managerdən idarə edin. Yəni bu best practice deyək, yəni productionda ən istifadə olunan metoddur. Yox, əgər kiçik şirkətdirsə, yəni 1-2, hətta 3-4, yəni bu eləməyinizdə bir problem yoxdur. Bu da belə. Və core ilə GUI-nin fərqlərini bildik. İndi gələk standart evaluation və data center evaluation arasındakı fərq nədən ibarətdir? Əslində aralarında çox da böyük bir fərq yoxdur. Amma bir dənə böyük bir fərq var ki, ondan ibarətdir. Bu da virtual maşınların onun içərisində yaradılmasıdır. Standart evaluation buraxılışını, lisenziyasını aldığımızda 2 dənə virtual maşın yaratmağa bizə icazə verir Microsoft şirkəti. Biz hardware, yəni kompüterimizə yaxud serverimizə birbaşa olaraq Windows serverin standart evaluation formasını yüklədik. Onun üzərində Hyper-V rolunu server managerdən Add Roles and Fuses bölməsindən əlavə elədik. O rolu yüklədik kompüterimizə. Restart verdikdən sonra Hyper-V-nin içərisinə daxil oluruq. Və daha sonra Hyper-V-nin içərisində bizə 2 dənə server qaldırırıq. Biri DC01 adında Active Directory roluna təyin eləyə biləcəyimiz server. Bu legaldır. İkinci serverimiz DHCP SRV olaraq ad təyin elədiyimiz DHCP server rolunu, yəni promote eləyirik. Və beləcə ikinci serverimiz də artıq qalxmış olur və bir-birlərinə bağlantı təmin olunur və beləcə bu ikisi də legal şəkildə olur. Artıq biz onu 3-cü serverə əlavə eləmək istəsək, bunun üçün mütləq şəkildə server almalıyıq legal olması üçün, amma almaya da bilərik. Yəni
İndi sizə onu da izah edəcəm. Yəni legal olması üçün konkret olaraq misal üçün audit gəldiyində şirkətinizə sizə cərimə verməsin, yaxud sizin üçün heç bir problem olmasın deyə, yəni və gələcəkdə yazdığınız rolu silib yenidən təzədən başqa bir formaya gətirmək üçün, yəni nəyisə uzun prosesdə eləməmək üçün mütləq şəkildə lisenziya alınmalıdır. Hər aldığınız standart evaluation lisenziyasını 2 dənə virtual maşının legal şəkildə qaldırmağa, yükləməyə icazə verir. Yəni üçüncünü artıq yüklədiyinizdə, dördüncünü artıq yüklədiyinizdə bir dənə də standart evaluation'ın lisenziyasını almalısınız. Yox, əgər dördüncünü yaxud beşincini və beşincini və altıncını yükləmək istəsəz, artıq əlavə 2 dənə lisenziya almalısınız. Bir lisenziyanı alıb ikisini zaten legallaşdırmısınız. Qalan 4 dənəsini də qaldırmaq üçün 2 dənə lisenziya alınmalıdır. Qaldırmaya da bilərsiniz. Windows server zaten rəsmi şəkildə 180 günlük trial, yəni istifadə elə 6 ay boyunca bəyənsən davam elə, bəyənməsən davam eləmə, yaxud istəməsən davam eləmə seçənəyini verərəkdən 180 günlük, yəni 6 aylıq sənə sınaq müddəti verir. Bu sınaq müddətində heç bir problem olmur. Update də normal şəkildə gəlir. Active Directory, DHCP, DNS rollarında heç bir problem yaranmır. Kerberos falan hamısı normal şəkildə istifadə edə bilirsən. Yox, əgər ki bu 180 gün boyunca trial olsa da yenə də legal deyil. Yəni yenə də mütləq şəkildə lisenziyası alınmalıdır. Amma dediyim kimi almaya da bilərsiniz, çünki bunu Windows Microsoft şirkəti zaten bunu trial olaraq sizə verir. 180 gündən sonra artıq trial bitir və 180 gündən sonra artıq problemlər üzə çıxmağa başlayır. Misal üçün 2 saatdan bir kompüter öz-özünə restart gedir. Yaxud update'lər gəlmir. Yaxud update'ləri elədiyinizdə watermark olaraq sağ tərəfdə bəzən görmürsünüz, activation required yazısı gəlir. Yaxud nə bilim, bir çox özəllikləri artıq istifadə edə bilmirsiniz. Hər hansısa bir rola qaldırmaqda çətinlik çəkirsiniz və yaxud da həmin rolu qaldırmağın düyməsi artıq butonu passiv şəkildə olur. Və belə problemlər artıq üzə çıxır və mütləq şəkildə həmin anda artıq lisenziyanı almalısınız. Və legal olmasını istəyirsinizsə, hətta bu da legaldır, bəli. Yəni lisenziyanı ortada almaq yaxud sonda almaq. Yoxlamışam, hər şey qaydasındadır, davam eləyirəm. Amma yəni zaten siz bir lisenziyanı alıb istifadə eləmisiniz və bunu bəyənmisiniz deyənə, rolu artıq üçüncü virtual və dördüncü virtual maşınınız üçün mütləq şəkildə lisenziyanı yenidən almalısınız. Yəni bu belə. Best praktikada, yəni production'da, yəni production nədir? Real iş mühitində istifadə olunan metod budur. Data center evaluation nədir? Data center evaluation tam bunlara demək olar ki, bütün virtual bir dəfə data center evaluation lisenziyasını aldığımızda artıq yenə də kompüterin üzərində hardware yüklədik, kompüterin yaxud serverin üzərində birbaşa hardware üzərinə yüklədik və data center Windows serverində içərisinə daxil olan add roles and features'dan Hyper-V rolunu qaldırdıq və Hyper-V restartdan sonra Hyper-V tabına daxil olub, pəncərəsinə daxil olub və beləcə orada istədiyimiz, yəni limitsiz sayda virtual maşınları legal şəkildə yükləməyə imkan verir. Yəni legal şəkildə bu deməkdir ki, Microsoft buna hər saniyə, hər an, hər dəqiqə, yəni buna dəstək göstərir ömrü boyunca. Yəni lisenziya nə qədər müddətə varsa, o qədər də sənə bu imkanı tanıyır. Yəni dəstək göstərir, update'lərin gəlir, heç bir feature'ın qaldırılmasında problem olmur, aşıbqalar gəlmir, yəni errorlar, xətalar görmürsən filan belə. Bu da belə. Yəni kiçik biznesiniz varsa standart evaluation'a lisenziyasını alırsınız. Yox, əgər böyük bir biznesdirsə artıq data center evaluation'ı almanız tövsiyə olunur. Bu da belə. Deməli dostlar, biz burada kiçik, yəni laboratoriya şəraiti olduğuna görə Windows Server 2016 standart evaluation formasını yükləyəcək.
Biz keçən dərsimizdə Desktop Experience, yəni GUI-ni yüklədik. Artıq bunun üzərində ilkin konfiqurasiyaları da verdik və onun artıq necə bir formada olduğunu, necə idarə olunduğunu az da olsa yəni biliklərimiz var artıq. Biz burada Windows Server 2016 Standard Evolution sadəcə yazısı və Data Center Evolution sadəcə yazısı, bunlar core deməkdir. Desktop Experience yazıları olan Data Center Evolution, Standard Evolution, bunlar isə GUI versiyalardır. Bizə burada sadəcə Standard Evolution forması lazımdır, yəni core versiyası. Next veririk və gözləyirik ABC ekranımızın gəlməsini. I accept the license terms, yəni burada şərtləri qəbul edirik. Next. Custom install Windows only advanced. Burada da həmçinin upgrade var ki, bizdə əgər 2012 tutalım core versiyasıdırsa, biz bunu upgrade eləmək istəyiriksə, burada artıq upgrade düyməsinə, seçiminə basıb, buradan artıq biz core versiyamızın 2016-ya yüksəldirik. Var upgrade, var downgrade. Ki, gələcəkdə bunların da fərqlərini, bunlar üzərində testlərimizi də eləyəcək. Yəni. Custom install Windows only advanced seçiminə basırıq. Və burada da keçən dəfə izah elədiyim kimi partitionlar bölgüsünə aparırıq. Mən indi burada partitionlar bölgüsü avtomatik olması üçün sadəcə next düyməsinə tıklayıram və yüklənməsini gözləyirəm. Core versiya GUI versiyaya nisbətən daha sürətli yüklənir. Çünki burada çox sadə bir paneldir. Graphic User Interface olmadığına görə, sadəcə CMD komanda sətri olduğuna görə bunun yüklənməsi GUI-yə nisbətən ən azı 1.5 dəfə yaxud 2 dəfə daha sürətlidir. Videonun uzun olmaması üçün bunu dayandırıram və yükləndikdən sonra davam edəcəm. Və dostlar, gördüyünüz kimi core versiyanı yükləndi. Burada bizə seçim verir. Administratora giriş üçün. The user's password must be changed before signing in. Yəni, əvvəlcə giriş üçün dəyişdirməlisən, deyir, bu istifadəçinin parolunu. Düzdür, biz burada parol verməmişik ki, deyəcəksiniz, niyə dəyişdirək? Amma burada, yəni, ilkin parol təyin eləmə metodudur. Yəni, bu sadəcə olaraq belə formal xarakter daşıması üçün belə bir şey yazılır. Burada OK vurduq və new password yazıb və confirm passwordda yazdığımız yeni parolu yenidən təsdiqləyirik. Bura mütləq şəkildə passwordmu mütləq yəni kompleks password vermək lazımdır. Yəni mən burada bu parolu verəcəm. Bu parolu. Bu isə böyüklə, S-lər 2 dənə dollar işarəsi, W, O-su sıfırla. Password 2025 nida. Bu parolu verəcəm. Sizin də görməyiniz üçün buraya yazdım. Save edirik və gəldi yenidən. B, A, S, O, R, D, 2025 nida. Tab düyməsinə basırıq. Və Enter düyməsi ilə təsdiq edirik. Administrator parolu dəyişdirildi. Sənin passwordun hal-hazırda dəyişdirilmişdir. OK vurduq və bu bizi qarşılayan siyahı ekranıdır. Özünə gəlməsə çox qısa bir zaman alır. Burada artıq öz host kompüterinizdə elədiyiniz komandalarda istifadə olunur burada. Burada öz kompüterimizdə Windows R düymələri kombinasiyasına basıb CMD yazdığınızda CMD user olaraq açılır. Ancaq bu burada administrator olaraq açıb. Burada start düyməsi üzərində sağ knopkanı vururuq. Burada CMD-ni yaxud terminal admini burada da aça bilərik admin olaraq. Gördüyünüz kimi administrator olaraq açılır. Yaxud da ki, Windows R düymələri kombinasiyasına basıb CMD yazırıq. Left Control Shift düymələrini sıxaraqdan Enter vurduğunuz anda administrator olaraq CMD açılır. Eynilə bu ekranı bizim üçün göstərib. Burada gördüyünüz kimi.
Bu users'da niyə görə bu administrator olaraq baxın burada bizdə sistem 32-nin içərisinə atdı. Ancaq burada administrator olaraq açıldı. Əslində burada belə bir məqam var ki, öz host kompüterimizdə Windows R düymələri kombinasiyasına basıb burada loser mgr mcg run komandasını yazırıq və açılan ekranda bizim lokal istifadəçilərimizin olduğu ekrandır. Burada users hissəsinə daxil oluruq və burada administrator akkauntu ilə biz öz kompüterimizə daxil olmamışıq. Sadəcə userla daxil olmuşuq. Ona görə də biz qalxan işarəsi olan bir proqrama daxil olduğumuzu görməli bir proqram var kompüterdə. Baxın gördüyünüz kimi. Mən də bunu söndürmüşəm deyənə, mən bunun içərisində daxil olduğumda məndən administratorun təsdiqini istəmir. Təsdiqini istəməyəcək. Gördüyünüz kimi avtomatik açıldı. Ancaq normalda təsdiq istəyir. Əgər ki biz burada administratora açıb user'ı deaktiv rejimə gətirsək, yaxud da gətirməsək, sadəcə olaraq elə administrator olaraq açdığınızda disable rejimindən properties'e gəlirik. Buradan account is disabled checkbox'unu götürüb apply OK vurduğumuzda kompüteri restart edib administratorla daxil olduğumuzda o profildən artıq biz administrator səviyyəsində oluruq. CMD-ni normal şəkildə də açdığımızda CMD. Baxın, user hissəsi administrator olaraq açılacaq. Bunu sizə izah etmək istədim, bunun fərqini. Bu da belə. Eyni ilə burada yazdığınız komandalar gəlib avtomatik burada da. Yəni eynisini istifadə edə bilərsiniz. Misal üçün ipconfig. Biz network interface kartımızın aldığı IP adres DHCP və DNS serveri görə bilirik. DHCP-dən yox, DNS-dən. Gördüyünüz kimi. Burada da həmçinin ipconfig. Gördüyünüz kimi hal-hazırda. Biz burada bridge adapter olaraq virtual maşınımıza təyin edədiyimizə görə burada gördüyünüz kimi bizim subnetin IP adresini aldı və bizim gateway istifadə eləyir. 1254, 127-də aldığı IP-də. Baxın, ping göndərəm 192, 168, 1.254. Gateway getdi. 127. Burada bir səbəb var. Bunun getməməyinin səbəbi hər iki maşının firewall'un açıq olması ilə qaynaqlanır. Eyni gateway gedirsə, siz bilin ki, yəni bunlar bir-birlərinə bağlantı qururlar. İndi bunu bir sonraki dərsimizdə artıq firewall bağlantısını da aradan qaldıracağıq. Test mühiti üçün firewall'ların hamısını deaktiv şəkildə saxlayıb və testlərimizi eləyəcəyik və görəcək ki, iki kompüter arasında ping gedir yəni. Və bizə əsasən burada yazdığımız komandalardan tutalım biraz advanced səviyyədə bir script biliklərimiz yoxdur. Bizə sadə komanda sətri lazımdırsa ki, ən azı basic konfigurasiyaları orada eləyək. Eyni ilə server managerdə GUI versiyasında ilkin konfigurasiyaları elədiyimiz kimi. Burada da belə bir kiçik ekran var ki, sconfig. Baxın, gördüyünüz kimi avtomatik göyərdi və server configuration, yəni server manager ekranının kiçik bir variantı bura gəldi. Buradan adı dəyişdirmək, kompüterin adını dəyişdirib domenə yaxud workgroup olmasını təmin etmək və s. kimi ayarlar var və bundan sonraki dərsimizdə, bu burada Core-un yüklənməsi idi. Bundan sonraki dərsimizdə ilkin sazlamaları Core versiyasında sizə izah edəcəm. Deməli, bu ekrandan çıxmaq üçün sadəcə olaraq bir dənə bunu göstərim ki, exit to command line 15-ci sətirdədir. 15 yazırıq bura, enter vururuq, avtomatik olaraq buradan çıxdı. Göydən qaraya gəldisə, deməli bilirsiniz ki, artıq burada sconfig rejimindən çıxdı. Serveri söndürmək üçün shutdown /s enter vurduğun anda server artıq sign out olur. Bir dəqiqədən qısa bir müddətə artıq sönməyə başlayacaq. Deməli, gənclər, izlədiyiniz üçün təşəkkür edirəm. Bu dərs sizin üçün faydalı oldusa və server dərslərinin davamını görmək istəyirsinizsə, videonu bəyənməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Həmçinin bizi sosial şəbəkələrdə də izləməyi unutmayın. Növbəti dərsdə görüşənədək hələlik.